Salam uşaqlar, mən bugün sizə bəzi testlərin hansı ki qəbula düşmə ehtimalı olan qəbul tipli testlərin izahını verəcəm. Baxırıq 31-ci suala, hansı ki burada bizə Böyük Qafqaz vilayətinin fiziki coğrafi rayonları verilibdir. İlk öncə gəlin bir-bir bu fiziki coğrafi rayonların adlarını deyək. Gördüyünüz kimi birinci fiziki coğrafi rayon Abşeron Qobustan, ikinci Dağlıq Şirvan, Şamaxı və ya, üçüncü Quba Xaçmaz, dördüncü isə Qonaqkənd fiziki coğrafi rayonudur. Və bizə torpaq tipləri veribdir. Hər bir fiziki coğrafi rayona uyğun olan torpaq tiplərini qruplaşdırmalıyıq. Birinci Abşeron Qobustan zonasının torpaqları biz bilir ki, Abşeron Qobustan zonası arid iqlim şəraitinə malikdir. Arid iqlim şəraiti olan ərazilər bilirsiniz ki, isti, quraq və torpaqları yararsız olur. Gilli-gillicəli torpaqlardan ibarət olur. Hansı ki, o ərazidə formalaşan torpaqlar boz-boz qonur torpaqlar hesab olunur. Rütubət az olduğuna görə həmin ərazidə boz-boz qonur torpaqlar formalaşır. Birə verək buradan, hansı ki, daha doğrusu dördüncüyə bir rəqəmini verək. Rum rəqəmi ilə verilmiş dördüncüyə bir rəqəmini verək. Növbəti keçdik birinci Rum rəqəmi ilə yazılan dağ-qara torpaqlarına görə hansı fiziki coğrafi rayonumuz uyğun gəlir. Deməli, dağ-qara torpaqları biz bilir ki, Respublikamızda elə də çox yayılmırdır. Bəzi fiziki coğrafi rayonlarımızda var, bəzi rayonlarımızda rast gəlinir. Hansı ki, Şamaxıdır, İsmaillidir, sonra Gədəbəydir, Daşkəsəndir. Bu zonalarımızda rast gəlinir. Şəmkir zonasında da qara torpaqlar var. Və bizdə verilən fiziki coğrafi rayonlardan yalnız 2 rəqəmi ilə göstərilən Şamaxı və Dağlıq Şirvan fiziki coğrafi rayonunda dağ-qara torpaqlarına rast gəlinir. 1-ə də 2 veririk. Deməli, 4-ə 1, 1-ə 2, 4-ə də 1 vermişik. Bu da 1A, bir də Y variantında var. Digər variantları silə bilirik. Növbəti, ikinci Rum rəqəmi ilə verilən dağ-çəmən torpaqlardır ki, uşaqlar, dağ-çəmən torpaqları bilirik ki, hündürlüyü 2000 metrdən çox olan ərazilərdə formalaşır və əsasən soyuq iqlim şəraitində formalaşır. Gördüyünüz kimi bu fiziki coğrafi rayonlardan da hündürlüyü çox olan 4 rəqəmi ilə göstərilən Qonaqkənd fiziki coğrafi rayonudur. Ona görə də dağ-çəmən torpaqlarına biz 4 rəqəmini uyğun eləyirik. Yəni, ikinciyə də 4-ü veririk. Və axırda qalır çəmən meşə, ona da götürürük Samur Dəvəçi ovalığında Şollar düzündə yayılmış Şollar meşələrində formalaşan çəmən meşə torpaqlarını 3 rəqəmini. Və bununla da biz birinciyə 2 dağ-qara torpaqlarına Şamaxı, ikinciyə dağ-çəmən torpaqlarına Qonaqkənd, üçüncüyə hansı ki çəmən meşə torpaqlarıdır Samur Dəvəçi ovalığı və biz buna Quba Xaçmazda deyirik. Amma əsasən Samur Dəvəçi ovalığı deyəcəyik. Və bir də dördüncüyə bir rəqəmini, hansı ki boz-boz qonur torpaqlara biz Abşeron Qobustan zonasında daha çox rast gəlirik.